Salam, hər vaxtınız xeyir olsun. Mən bugün sizə magistratura SDS mərkəzində keçirilmiş özü sınav imtahanı rus dili fənni üzrə suallarını izah edəcəm. Gəlin birinci dinləmə sualları ilə tanış olaq. Birinci sualda bizə deyir ki, Novruz bayramında, Novruzda taciklərin ənənəsi hansıdır? İkinci də biz Volodya, почему именно в марте sualını dedikdən sonra Svetanın cavabı nə olur, onu tamamlamalıyıq. Üçüncüdə yaxın mənalı sözləri bizdən istəyir. Обычай və обряд sözləri üçün buna əslində dinləmədən də cavab verə bilərik ki, обычай və обряд ənənə deməkdir və sinonim olacaq tradisiya, порядок, səliqə, səhman, прилежность, cəhd, səy, привычка, vərdiş və соблюдение, riayət etmə. Dördüncü də bizdə lишний, artıq olan istəyir, bizə lazım olmayan istəyir. Novruz отмечают, Novruzu qeyd edirlər. Kim qeyd etmirsə, biz həmin variantı seçməliyik və beşinci sualda hansı sualın cavabı yoxdur. Biz bu sualı cavablandırmalıyıq. Gəlin dinləyək və cavablandıraq. Зачем ты звонил мне? Света, у меня 2 билета в Баку. Я знаю, что ты давно мечтаешь побывать там. Поэтому я звонил тебе, чтобы предложить тебе поехать вместе. Значит, я позвонил тебе, чтобы предложить тебе поехать вместе. Куда? В Baku. Demək ki, 5-ci sualın Y variantının cavabı var ki, Volodya Svetaya nə təklif etmişdir? Что он предложил? Он предложил поехать в Баку вместе. Вот так. Дальше. Да, это моя мечта побывать в Баку. Но я хотела бы посетить Баку в марте. Почему именно в марте? Потому что в марте в Азербайджане отмечают праздник Новруз. И я очень хочу увидеть, как они Biz bu sualın cevabını değiştirdik. Почему именно в марте? Потому что в марте в Азербайджане отмечают праздник Новруз. встречают Новруз. Об этом празднике я только слышала и смотрела по телевизору. А теперь хочу увидеть все своими глазами. Мне очень интересно. А почему именно Баку? Новруз отмечают и другие народы. Например, казахи, узбеки, киргизы, афганцы и многие другие. Ты знаешь, Володя, у меня была однокурсница. Eşittik. Dördüncü sualda dört xalqın adını. Ama Türkiye не отмечают. Türklərin adı qeyd olunmadı. Ona görə biz dördüncü sualımızın cavabında Y variantı olarak qeyd edirik. Баку. Она всегда рассказывала, как они празднуют Новруз. Она каждый год в марте угощала нас пахлавой. Я думаю, что бакинская пахлава самая вкусная. Понятно. А ты знаешь, что Генеральная Ассамблея ООН объявила 21 марта Международным днем Новруза? Собственно говоря, это Новый год согласно древнему восточному календарю. Этот праздник является... Deməli, biz burada eşitdik ki, deməli, ООН объявила 21 marta dnем Novruz'a. Burada qeyd edir. Lakin hansı ildə bunu elan etdiyini demir. İl yoxdur. Ona görə A variantında в каком году он объявил 21 marta dnем Novruz'a bu yoxdur bizdə. Deməli, hansı xalqlar qeyd edir bildik? Kazakı, Afqansı, Kirgizi və s. Что предложил Володя bunu ilkin sualdan başa düşdük. Sonra hansı xalqlar qeyd edir? Okey. Niyə Sveta martda getmək istəyirdi? Ona görə ki, martda Novruz bayramı qeyd olunurdu. A variantın cavabı bizdə yox idi. Так, дальше dinləyək. символом весеннего обновления, торжества любви, плодородия и дружбы. Интересно, обычаи и обряды у всех народов одинаковые? Да, Света, одинаковых обрядов много, но и разных тоже. Например, накануне праздника люди приводят в порядок жилье, расплачиваются с долгами, мирятся со всеми, с кем были в ссоре. Еще число 7 является обязательным. У казахов это число заключает в себе 7 дней недели. Каждый должен посетить 7 домов и пригласить 7 гостей. U Qazaxov. Deməli, 7 domov və 7 qəsəb bu Qazaxlara aid idi. Və biz burada Qazaxların ənənələrini də öyrənmiş olduq. Ona görə Qazaxların ənənələri hansıları idi? 5-ci sualda bizdə C variantında var. Bizdə bunun da cavabı var. D variantında var idi. Bizə bunun da cavabı var. Və birinci sualda Y variantı yanlışdır. Taciklər haqqında deyil, Qazaxlar haqqındadır. У таджиков на столе обязательно должна стоять пища, состоящая из 7 А у таджиков на столе обязательно должна стоять пища. Deməli, taciklərə aid olan budur. Состоящая из 7 блюд. блюд, название которых начинается с буквы «С».
İsmi blud. Название которых начинается на букву S. Deməli, taciklərin ənənəsi də A variantında olan cümlə idi. Это все очень интересно. Я по телевизору смотрела, как узбеки отмечают Новруз. Там принято прощать друг другу долги, жить со всеми в мире. Согласно народным поверьям, очень много в этот праздник зависит от прихода в дом первого человека. Первый гость должен обладать тихим и добрым характером, быть с хорошим чувством юмора, с добрым именем и репутацией, а самое главное – иметь счастливую ногу, то есть приносить в дом удачу. Я думаю, что об этом празднике можно рассказывать много, но лучше всего поехать туда и увидеть всю красоту этого праздника. Belə. Beləliklə biz dinləmənin suallarını bitirdik. Keçirik mətnə. Mətndə 6.1-ci sualımız budur ki, по профессии Даль был филологом. Владимир Даль был филологом. Baxaq mətnə. Mətndə qeyd edir ki, и ведь он не был филологом, профессионалом. O deyir, filoloq deyildi. Sualda isə yazır filoloq idi ixtisasca. Ona görə 6.1-ə biz неверно bəndini seçirik. При составлении словаря ему помогли друзья. Deyir, lüğətin təşkil olmasında dostları kömək etmişdi. Burada isə qeyd olunub ki, Даль составил словарь без помощников. Heç bir köməkçisi olmadan. Ona görə 6.2-yə də biz B variantı seçirik. 6.3-də словарь вошло около 200 слов. 200 sözə yaxın söz deyir daxil idi. Burada isə mətndə isə yazıb 200 тысяч слов. 200 min söz daxil idi. Ona görə də üçüncü sualımızın cavabı da неверноdur. 6.4-ümüz Даль был великим знатоком крестьянской жизни. Даль kəndi həyatının çox gözəl bilicisi idi və mətndə bəli bir ifadə var ki, Владимир Даль был страстным собирателем русских слов и великим знатоком народной крестьянской жизни. Ona görə 6.4-də biz artıq A cavabı qeyd edirik, yəni verna. 7-ci sualda bizdə altına xətt çəkilmiş sözün yaxın mənalı sözü istəyir. Altından xətt çəkilmiş sözümüz kladisdir. Kladis xəzinə. Cümlə budur. O deyir Puşkin kimi öz müasirlərini xalq müdrikliyinin xəzinəsinə müraciət etməyə dəvət edirdi. Hansı ki deyir sonsuz, bitməyən, tükənməyən rus dilinin, rus nitqinin bitməyən, tükənməyən sonsuz canlı bulağı idi. Canlı dilinin bulağı idi. Və ona görə də bizdə deməli xəzinə sözünün sinonim olacaq сокровищница. Qalan sözlər колодец, quyu, значение, məna, словарь, lüğət, leksikada, leksika Azərbaycanda da leksika, yəni dilin söz tərkibi. 8-ci sualda deyir ki, лишний, artıq olan seçin. Словарь Даля, это энциклопедия русской народной жизни середины 19 века. O cümlə buradadır. Biz görürük, во-первых, содержит этнографические сведения. Читая словарь, ты узнаешь язык, быт, nравы наших предков. Biz bunu gördük. Deməli, bunlardan fərqli olan nəsə götürəcəyik. Biz deməli, etnoqrafические сведения gördük. Язык gördük, узнать быт gördük, узнать нравы наших предков gördük. Amma E variantı, потому что Даль составил свой словарь без помощников, səbəb bu deyildi. 9-cu cümlədə что соответствует содержанию tekstə nə uyğun gəlir mətnə deyək ki, məsələn, lüğətdə 200 yox, 200 min söz var idi. A ona görə səhvdir. C variantı не был знатоком крестьянской жизни. Bayaq baxdıq ki, kəndli həyatının bilicisi idi. Был знатоком, великим знатоком крестьянской жизни. Biz bunu gördük. D variantında идея создания словаря подсказал Александр Сергеевич Пушкин. Birincisi, Puşkin adı burada bir dəfə çəkilir. O da sadəcə Dal Puşkinlə müqayisə olunur ki, o da Puşkin kimi müasirlərinə çağırırdı Rus ədəbiyyatına, Rus xalq yaradıcılığına müraciət etməyə. Yəni Puşkin ona lüğəti təşkil etmə ideyasını verməmişdi, belə bir cümlə yoxdur. Этот словарь разделил прошлое, настоящее русское языка deyir. Bu lüğət rus dilinin keçmişin gələcəyini ayırdı, разделил. Mətnimizin sonunda isə belə bir cümlə var ki, этот словарь стал связующим mostom, deyir, əksinə deyir, birləşdirici bir körpüyə çevrildi. Rus dilinin keçmişi və indiki arasında. Ona görə Y variantı da səhvdir və bizdə doğru cavab burada B variantıdır. O deyir, intelligensiyanın diqqətini dilin, xalq dilinin zənginliyinə cəlb etmək istirdi. Bu doğrudur, bəli. Burada qeyd olunur ki,
O deyir, onu çox deyir kədərləndirirdi. E, Kitab və yazı dilinin, Rus intelligensiyasının kitab və yazı dilinin xalq əsasından ayrılması, ayrılması çox kədərləndirirdi. Ona görə də o Pushkin kimi müasirlərini, yəni intelligensiya nümayəndələrini yuxarıda qeyd olunduğu kimi çağırırdı müraciət etməyə xalq müdrikliyinin xəzinəsinə, sonsuz, bitməyən, tükənməyən xəzinəsinə. 10-cu sualımızda isə bizdə səhvləri istəyir. Deməli, birinci абзацda выделено слово словарь. Словарь мужского рода, правильно. Мой словарь, нет словаря. İkinci, sinonim slova rodnik, tekst является источник. Rodnik sözü bulaq deməkdir və mənbə mənasında istifadə olunur. Burada bulaq, yəni su bulağı mənasında yox da mənbə mənasında, yəni rus dilinin, rus nitqinin mənbəyi, rodnik sözü burada istifadə olunur. Canlı mənbəyi mənasında istifadə olunur. Ona görə bəli, mənbə sözü, yəni источник sözü mətndə rodnik sözünün sinonimi hesab olunur. Üçüncüdə bizdə Даль прожил 53 года. Deyir ki, Даль o 53 il yaşamışdı. Mətndə isə qeyd edir ki, 53 il həmin bu qəhrəmani əməyə sərf olmuşdu. Həqiqətən qəhrəman əməyə. Yəni lüğətin təşkil olunmasına 53 il yaşamamışdı. 53 il sadəcə bu işə həsr etmişdi. Dördüncüdə выделено в третьем абзаце слово употребляя прямого значения. Tretye abzasda deyir istifadə olunan söz həqiqi mənada işlənib. Test abzası işlənib söz mos. Bəli. Rus dilinin keçmişi və indikisi ilə arasında yaranan körpü. Bu da təbii ki, çay üzərindən keçən, dəniz üzərindən keçən körpü deyil. Bu məcazi mənada istifadə olunur. То есть это не прямое значение, а переносное значение. Поэтому 10 ответ 10 вопроса, вариант 3 и пункт 3 и 4. Keçirik növbəti mətnimizdə Ezop haqqında mətndir. Deməli, 11.1. Эзоп выпустил свои басни под названием Ромул. Deyir, Ezop öz təmsillərini Romul adı altında nəşr etdirmişdi. Lakin biz mətndə nə görürük? Deməli, biz mətndə görürük ki, burada Romul adını biz görürük. Burada Ezopun özünü nəşr etdirdiyi qeyd olunur burada. Deyir, Latin versiya, onun bir çox təmsillərin Latin versiyaları, məcmuəsi, hansı ki, içinə əlavə olmuşdu son dövrlərin nağılları və həmçinin orta əsr fabioları. Bu belə bir məcmua yaratmışdı Romul. Yəni Ezopun bunu nəşr etdiyini qeyd etmir. Ona görə də 11.1-in cavabı neverna. По внешности Эзопа сравнивали с Аполлоном. Deyir ki, xarici görkəminə görə Ezopu Apollonla müqayisə edirdilər. Burada isə qeyd edilir ki, baxın, cümlə burdandır. Tak, onu deyir, təsvir edirdilər donqar, axsaq və meymun üzlü. Bir sözlə o bütün mənalarda eybəcər idi və Apollonun ilahi gözəlliyinin tamamilə əksi idi. Əksi idi. Yəni onun gözəlliyi ilə müqayisə etmirdilər, o tamamilə əksi idi Apollonun. Ona görə 11.2-nin də cavabı Niverna. Bəzi müəlliflər qeyd edirlər, təsdiq edirlər Ezopun mövcud olmasını, həqiqətən mövcud olmasını. Burada biz deməli nə görürük? Biz görürük birinci növbədə Ezopu təsvir edilən necə? Əfsanəvi, qədimi Yunan təmsil yazarı kimi. Və heç bir müəllifin onun həqiqətən mövcud olduğunu təsdiq etdiyi haqqında burada məlumat yoxdur. Əksinə, deyir ki, qədim, yəni qədimin nümayəndələri şübhə etmirdi onun tarixiliyinə, yəni əfsanəvi olduğuna. Luther 16-cı məsəl üçün ilk dəfə şübhə altına qoydu onun mövcudluğunu. Richard Bentley yenə şübhə altına qoydu. Cruises və Razenford yenə deyir, ən yuxarı həddə çatdırdılar ki, o mifik bir varlıq idi, yəni mifologiyadan gəlirdi, həqiqətən belə bir şəxs mövcud deyildi. Heç bir müəllif onun mövcudluğunu təsdiq etməmişdi. Ona görə 11.3-də bizdə утверждали, təsdiq edirdilər, ona görə səhvdir. 11.4 Эзопа представляли как сварливый злоб. Bəli, bu cümlə bizdə var. Вот, представлялся сварливым и злобным. Вот так. Tak, deməli 11, 12-ci suala baxırıq.
Выделенное в тексте слово означает. Biz burada vüqub sözü görürük. Vüqub nəyisə almaq üçün, götürmək üçün verilən pul məbləğinə deyilir. Yəni mənası ya hansısa girovda olan nəyisə pul verib götürmək və yaxud da əsirlikdə olan kimisə pul verib götürmək bu mənanı verir. Və burada da deyir ki, bəli, Delfanın Zeybegibel Delfa, hə, onun ölümünə görə Delflər deyir, həmin bu məbləği verdilər. Yadıma onun sələflərinə. Ona görə də deməli burada vüqub sözünün mənası bu olacaq. Plata puldur, yəni və ödənişdir, hansına ki siz alırsınız nəyisə. Что-то вы выкупаете. Выкупаете, alırsınız. Вот так. Дальше. 13. Düzgün variant istəyir bizdən. Так, по достоверным сведениям, Эзоп был исторической личностью. Bəli, tak, dostoverным сведениям, deməli, dəqiq məlumatlara görə, çox əmin məlumat, dəqiq məlumatlara görə Ezop tarixi bir şəxsiyyət idi, deməli. Burada qeyd olunub, были Ezop исторической личностью. Tarixi şəxsiyyət mi demir? Yəni, bunu demək mümkün deyil. Сказать это невозможно. Amma burada deyir ki, dəqiq məlumatlara görə, ona görə A bizdə düz deyil. По Гераклиту Эзоп жил в 14 веке нашей эры. Geraklitə görə bizim eranın 4-cü əsrdə yaşamışdı. Burada isə qeyd olunub ki, значит, сейчас. Перекидок, Сав, Эзоп, 14 4 век. Так, уже к концу. Александр связь со смертью стали звеньями до нашей эры. Здесь написано, burada ümumiyyətlə Ezopun bizim erada yaşadığı xeyr deyil, bizim eradan əvvəl yaşadığı qeyd olunur və bütün illərdə do našей эры qeyd olunur, bizim eradan əvvəl. Geraklit Pantiyski, buyurun. Ezop proxatil və Geraklitin fikri bax buralarda qeyd olunub. Burada qeyd olunub 4 vek do нашей эры, bizim eradan əvvəl. Burada yazıb нашей эры, bizim eranın. C variantda Геродот описывает Эзопа во всех отношениях безобразным. Геродот deyir, istənilən anlamda Ezopu çox eybəcər təsvir edirdi. Bunu Gerodot yox, Gerodot yox. Gerodotun dediyi qeyd olunmayıb. Ümumilikdə yazılıb burada. Ümumilikdə ki, o çox çirkin təsvir olunurdu. Ona görə də biz bu variantı da düzgün götürmürük, düzgün olaraq götürmürük. Və Gerodot haqqında sadəcə burada var. Gerodot ilk dəfə onun haqqında danışır, hansı ki bildirir ki, Ezop Adamonun köləsi idi və s. var. Amma eybəcərlik haqqında burada heç bir məlumat yoxdur. Ezop deməli 16-cı əsr filoloqları şübhə etmirdilər onun tarixi bir şəxsiyyət olduğuna. Burada isə əksinə qeyd olunur ki, deməli 18-ci əsr filoloqları baxın, 16-cı əsr filoloqları, Luther 16-cı şübhə altına alır onun tarixi bir şəxsiyyət olmasını. Şübhə altına alır tarixi bir şəxsiyyət olmasını. Və tak. Ezop umir от рук дельфийцев. Ezop delfiyaların əlindən ölmüşdü. Deməli, baxırıq. Deməli, burada deyir ki, ilk dəfə onun haqqında Gerodot yazır, hansı ki bildirir ki, Ezop deməli, hansısa bir Iadamonun köləsi idi. Samos adasından olan, sonra o azadlığa buraxılır. Misir çarı Amasya'nın dövründə yaşayır və Delfiyalar tərəfindən öldürülür. Bəli, demək ki, Delfiyalar tərəfindən öldürülmüşdü və Ezopun ölümü Delfiyaların əlindən olmuşdu. Y variantı bizdə düzgün. 14-cü mifik sözünü, sinonim və antonimini seçməliyik. Sinonim və antonimin. Deməli, birinci sinonimin yazacaq, ikinci antonimin yazacaq. Deməli, mifik sözünü, sinonimi uydurulmuş, vymышленный olar, выдуманный olar və C variantı bizdə hal-hazırda uyğun gəlir. İkinci bizdə deyir antonimini. Mifikin antonimi olar verilən variantlardan ancaq real uyğun gəlir. Bu da uydurulmuş, bu nağılvari, nağılvari, yenə əfsanəvi, ən uyğunu realni. Buna görə biz C variantı götürürük. Uydurulmuş və real. 15-də original sözünün yaxın mənalarını istəyir bizdən. Originalni sözü baxaq görə burada
Hansı mənada istifadə olunub? Tak. Eee, Mətnə baxaq. Deməli, hmm, hı -hı. Demək, burada qeyd olunub, Ezopun orijinal əsərləri qorunub saxlanılmayıb. Orijinal əsərlər dedikdə, yəni heç bir dəyişiklik olmadan onun əlindən birbaşa çıxmış mənasında. Orijinal bu mənadadır, yəni. Biz mətnə uyğun olaraq seçməliyik orijinal sözünün mənasını, sinonimini. Своеобразный özünə məxsus. Burada o mənada istifadə olunur. Deməli, ikinci poдлинный, əsli. Bəli, не переводный, yəni dəyişdirilməmiş, köçürülməmiş deməkdir. Yenə də ikinci variantda первоначальный, ilkin vəziyyət nə idi və üçdə də yenə первоначальный. Dörddə yenə своеобразный özünə məxsus uyğun gəlmir. Не заимствованный başqa yerdən götürülməmiş, uyğun gəl və поддельный, подделка sözündəndir. Bu da bizə uyğun gəlmədiyinə görə orijinal sözünün, orijinalni произведение ifadəsindəki orijinal sözünün yaxın mənalı sözlər olacaq ikinci və üçüncü bənddə olan sözlər. 16-da bizdə тяжелый sözü deyir, hansı cümlədə имеющий большой вес, yəni ağır çəkiyə, böyük çəkiyə malik olan mənasında istifadə olunmuşdur. Bu da bizdə baxaq. Тяжелая обязанность ağır bir məsuliyyət. Bu yük mənasında, yəni çəki mənasında istifadə olunur. Носильщик с трудом deyir daşıyıcı, güc və la ilə deyir ağır çamadan daşıyır və bu çamadan burada çəkidən söhbət gedir. Sonra rana была тяжелой, yara ağır idi, çəkidən söhbət getmir. Человек он был тяжелый, его не любили. O deyir ağır xarakterli insan idi, onu sevmirdilər. Və iz-za тяжелого xarakteri, yəni ağır xarakterli insanı, onunla heç kəs dostluq etmək istəmirdi. Və burada bir dənə tяжелый sözü həqiqi mənada, yəni çəki mənasında B variantında istifadə olunur. 17-ci variantda bizə muşkoy rod, kişi cinsində olan sözlər istəyir. A bəndində мысль və сеть sözü qadın cinsindədir. B variantında bütün sözlər muşkoy roddur. C variantında сень женского рода слово, и Б, и лошадь женского рода, и то есть конь женского рода, конь женского рода, лошадь мужского рода, нуль мужского рода и сень женского рода, поэтому С тоже не берем. Д варианты. Янтарь мужского рода, ячмень мужского рода, обувь и нить, они женского рода. Ель женского роda, şерсть женского roda, dробь женskого и гвоздь muşskого roda. Hamısı muşkoy olan yalnız B variantındadır. Ona görə də biz B variantını seçirik. 18-də nöqtələrin yerinə sözlər qoymalıyıq. Deyir ki, deməli, vəhşi heyvanları hansı ki yaşayırlar çöldə, düzənlikdə, çöldə çöl vəhşilərindən, vəhşi heyvanlarından yəni çox az qalıb. Ona görə də, yəni ki, belə, onlar görə də onlar cəmiyyətin müdafiəsi altındadırlar. Az qaldıqları üçün müdafiəsi altındadır. Ona görə də bizə lazım ona görə də mənasını verən sözlər поэтому və так что E variantında. A variantında потому что так как çünki mənasını verir. B variantında çünki mənasını verir sözlər. C variantında əgər ona görə də, baxmayaraq ki, sanki mənasını verir D variantında olan sözlərimiz. Bir variantımız 7. 19-cuya da səhv variantı istəyir bizdən. Səhv variantı istəyir. Səhv variant, yəni burada qoşmanın yanlış istifadə olunduğunu ifadə edir. Məsələn, kollec və rayon sözləri V qoşması ilə işlənir. Vaza ofis sözləridir. Yenə vazanın içi, ofisin içi V qoşması ilə işlənir. Prospekt, trotuar şəhərin hissələridir. Şəhərin hissələri na variantı, na qoşması ilə işlənir. Filarmoniyanın daxilində və bağın içində yenə də V qoşması ilə işlənir. Amma 19-da V Ermitaj na собрании variantı olaraq istifadə olunmalıdır. Ona görə A variantı bizdə yanlışdır. 20-ci sualda isə biz dialoq təşkil etməliyik. Dialoqa baxaq. Demək ki, yəqin ki, 3-dən başlayır. Faiq, sən bazar günü nə ilə məşğul olacaqsan? Faiq cavab verir ki, mən istəyirəm Axundzadədən opera balet teatrına gedim. Bəs teatrda nə var ki, nə verirlər, nə göstərirlər, nə gedir? Sevil operası, hansı ki, Azərbaycan bəstəkarı Fikrət Əmirov tərəfindən yazılmışdı.
Mən deyir, ikinci, mən Sevil dramını oxumuşam. Onu Azərbaycan dramaturqu Cəfər Cabbarlı yazmışdı və o Azərbaycan qadının azadlığa qovuşmasına həsr olunmuşdu. Ə, 7, bəli, Cəfər Cabbarlının həmin bu mövzunun açılmasında əməyi çox böyükdür. Çox böyükdür. Sonra deyirlər ki, həmin zamanlarda, o zamanlarda Bakıda qadınlar teatra çadır altında gəlirdi. Çadır altında gəlirdi və sonra 8, bəli, və bu tamaşanı izləmiş qadınlar heç nədən qorxmadan zaldan çadırasını açaraq çıxırdı. Ona görə bizim variantımız olacaq Y variantı. Yəni uyğun bizdə Y variantıdır. Belə.